Herkese salam, ben Mehman. Burada parkur edəsi oldum. Evimizdə remont gedir. Evimizdə dam təzələnirdi. İndi öydə biraz təzələnməli olduq. Daha doğrusu balkonu düzədəsi olduq. Gecənin bir yarısı, yani video çəkirəm. Bir zəhmət. Gözüm çıxdı. Abone olarsınız da. Hər nəysə, indi nə edirik? Damın ışığını, damızları yoxlayacağam. Toyuq damızlar. Hamam. Mən maşında qalma videosu çəkəcəkdim. Bəxtsizliyə bax. Sabah olmasa da en azından bir gün çəkim. Burası da dam deyil. Biraz göstəreyim də. Nə qədər olmasa da. İndi içine girə bilmirəm. Çünki gördüyünüz kimi betonludur, sementlidir. Yani zərər verməm. Burada çox bir problem yoxdur. Buranın içində bir şey yoxdur deyə. Yani belə bir yer. Üzümü görə bilirsinizmi? Heç onu da bilmirəm də. Yani mənim kameramanlığım zarı yoxdur. Bir də gecənin bir yarısı nə kameramanlıq bəcərim ovasıdır. Burayı da göstəreyim də. Göstərdim. İndi çıxayım buradan. Yeni bir içərik fikir gəldi ağlıma. Super içərik fikirlər gəldi. İnşallah çəkərəm, əyləncə içərik türündədir, amma nə bilim valla. Qapı bağlıdır. Qapı bağlıymış, amma ışığı keçirim. Elə dedilər. Bir də elə ışıq. Bura yıxılıbdır. Burada 3 dənə dam var idi. İndi buraya daşındılar. Tam göstərəməyirəm də. Sabah çəkimi lazımdır. Sabah çəkimi istəyirsənizsə bu videoya bir həftədə 35 like atın. Bilirəm o qədər gəlməz möhtəmələn, amma evet. İndi gələk qardaşlar, nə edirəm mən? Heç nə ya. Heç nə eləmirəm. Düzünü deyim. Eləcə ki ev çəkirəm, yan gəlib yatırım, yapay zeka ilə söhbət verirəm. Amma göstərim mi sizə nə edeyim? Baxın, göstərirəm. Baxın. Bu sarı proqram yoxdur mu? Bu yapay zekadır. Onun içində oynuyorum. İndi umarım telifsizə gəlməz buna görə. Amma gəlsə də indi də bir şəkildə həll edərik də. En çok videoyu severim yani. Silmeyi sevməsəm də. Amma mənim bir dənə xəssiyyətim var. Sürətli qaçmaq. Onu da edim mi? Gecələr qaçış. Gecə qaçışlar, amma valla nə bilim, uyğunca olar mı ki? Mənim mənzimcə qapanıb axı. Nə bilim valla, möhtəmələn olmaz. Ətrafa baxaq mı ya? Çox bir gecədir deyə çox bir şey yoxdur. Özü də göstərəcək çox bir şey də yoxdur. Gecə vloguma bir zəhmət bəyənin. Ekranı çıxan telefonla sizə video çəkirəm. O bilsin zayıfqası azdır deyə. O deyil də bu ekranı çıxmış telefonu da düzəltdirəsiyəm. Ekranı çıxıbdır. Şeydir, nə deyirlər ona? Vent yox, nə deyir o? Scotch'un obisi tayına nə deyirlər? Dilimin ucunda da amma ağlıma gəlmir. Neyse işte. Scotch yox da. Qara ve yaşıl vent. Yaşıl ventlə bağlamışam. Neyse burası işte bağızlardır. Qarpızlar var, lobiya var, qarpız var, pomidor var. Reyhanlar var işte. Nə bilim mən. Var da var, şükür Allaha. Yeni əkilmiş olsa da əslində yaxşıdır belə baxanda.
Bir dənə də fındıq ağacı olsa yaxşı olardı. Hop. Burada da arxdan su gəlir, oy. Bir şəkildə. Burada da alma ağacı var. Alma ağacı, hə. Bir də sizə bir xatirə danışayım mı? Bax, tam bu hissələr. Qar yağdığı bir qış günü idi. Çox yaxınlarda olubdu. Bu yaxınlarda, dəhşət yaxınlarda. 2024 ilə 26 arası deyə bilərəm. Bəlkə də elə 2026 ilə 2025 zardı. Nəysə tam bilmirəm işte. Qar yağmış idi buraya. Bu boyada qar qalınlığı var idi. 2 barmağımın arası boyunda. Mən də öydə nəsə incinmiş idim. Buraya gəlib buradaca beləcə hərəkətsiz durub gizlənmiş idim. Beləcə nəfəs də almıyordum heç. Heç nəfəs də almıyordum. Birisi gələndə buradaca beləcə dururdum, səbirli, səssiz. Yanından gəlib belə yoxlayıb işıqla incəliydilər. Yaxud buraya qədər gəlirlər, o tərəflərə zar baxırdılar. Amma yenə də buraya çox sonrağa gəldilər, zora tapdılar. Bu da belə bir çılğın xatirəm idi. Tövsiyə etməyəm, siz belə gizlənmələ, belə oyunbazlıqlar etməyin. Əyləncəlidir, amma qəlb də qırır. Maalesef. Neyse, o zaman mən videoyu sonlandırırım. Gözüm çıxdı Fivaşdan. Au. Bu arada YouTube'dan pul da kazanmıyorum. Hani gözümü tedavi edecek pul da tapamayacağım. Fivaşdan gözüm çıksa. Zarafat bir yana, umarım videoyu beğenirsiniz bir zahmet ya. Beğenin ya, ne olur. Bu da yalvarmaq kimi oldu, amma uzun müddətdir ki YouTube'a video çəkmirəm deyə bütün algoritma zibilə dönmüş olar deməyim də, yəni o kimi zəifləmiş olar. Neyse, o zaman görüşərik.